Uyğunluğu müəyyən edin. Verilmiş hüceyrələrdən neyronun funksiyası qıcıqların qəbulu və ötürülməsidir. 1-ə B uyğun gəlir. Qırmızı qan hüceyrəsi eritrosit, hüceyrə və toxumalara oksigenin daşınmasında və karbon qazının xaric olmasında iştirak edir. 2-yə A uyğundur. Spermatozoid erkək orqanizmin cinsiyyət hüceyrəsidir. O kiçik ölçülüdür və hərəkətə xidmət edən qamçıya bənzər quyruğa malikdir. 3-ə C uyğun gəlir. Düzgün cavab B bəndidir. Orqanizmin təşkili səviyyələrinin kiçikdən böyüyə düzgün ardıcıllığını müəyyən edin. Orqanizmin təşkili səviyyələrinin kiçikdən böyüyə doğru düzgün ardıcıllığı belədir. Hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm. Düzgün cavab E bəndidir. Doğru bəndi müəyyən edin. Bitkilər, yarpaqlarının damarlanması. Çinar bitkisinin yarpaqları torvari damarlanmışdır. 1. Doğrudur. Üzüm bitkisinin də yarpaqları torvari damarlandığı üçün 2. Səhvdir. Buğdanın yarpaqları paralel damarlandığına görə 3 də səhvdir. Qamış bitkisinin yarpaqları paralel damarlanmışdır. 4. Doğrudur. Düzgün cavab B bəndidir. Nöqtələrin yerinə yazılmalıdır. Nöqtələrin yerinə toxuma yazılmalıdır. Quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyaları yerinə yetirən hüceyrələr və hüceyrələr arası maddələr qrupuna toxuma deyilir. Düzgün cavab C bəndidir. Zoğdan inkişaf edə bilməz. Generativ tumurcuq, əlavə kök, qoltuq tumurcuğu və təpə tumurcuğu zoğdan inkişaf edir. Əsas kök toxum düzələrkən rüşeym kökçüyündən inkişaf etdiyi üçün sualın düzgün cavabı B bəndidir. Bütün canlıların hüceyrələrində rast gəlinir, əsas funksiyası zülal sintez etməkdir. Verilmiş orqanellərdən ribosom bütün aləmlərə aid canlıların hüceyrələrində olur. Ribosomun əsas funksiyası zülal sintez etməkdir. Düzgün cavab D bəndi. Şəkildəki çiçək haqqında səhv fikirləri seçin. 1. Taca malikdir. Bu düzgün fikirdir. 2. Dişi çiçəkdir. Şəkildən də gördüyümüz kimi bu çiçək iki cinslidir. Həm dişicik, həm də erkəkciklərə malikdir. 3. Çiçək saplağı yoxdur. Bu da səhv fikirdir. Bu çiçək saplaqlıdır. 4. Hermafroditdir. Bu düzgün fikirdir. 5. 2 qat çiçək yanlığına malikdir. Bu da düzgün fikirdir. Çiçək həm ləçəklərə, həm də kasa yarpaqlarına malikdir. Düzgün cavab A bəndidir. Sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Sual işarəsinin yerinə zoğ yazılmalıdır. Bitkinin zoğu üzərində təpə və yan tumurcuqlar yerləşir. Zoğ su və suda həll olunmuş mineral maddələrin hərəkətini təmin edir, vegetativ çoxalmada iştirak edir. Düzgün cavab E bəndi. Düzgün fikri müəyyən edin. Şəkildəki torvari damarlanmış sadə yarpaqdır. Əgər saplaq üzərində bir yarpaq ayası varsa, belə yarpaq sadə yarpaqdır. Yarpaq ayasında damarlar tor şəklində göründüyü üçün bu yarpağın damarlanması torvaridir. Düzgün cavab D bəndi. Adətən yaşıl və ya qonur rəngli kasa yarpaqlarından təşkil olunur. Çiçəkdə çiçək yanlığının xarici dairəsini əmələ gətirən kasacıq adətən yaşıl və ya qonur rəngli kasa yarpaqlarından təşkil olunur. Düzgün cavab E bəndidir. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Çiçəkdə tozlanma 2 qat mayalanmadan sonra baş verir. Bu yanlış fikirdir. Çiçəkdə tozlanma 2 qat mayalanmadan əvvəl baş verir. Ziqotun nüvəsi hər iki qametin irsi məlumatlarını daşıyır. Bu doğrudur. Ziqot erkək və dişi qametin irsi məlumatlarını daşıyır. Dişiciyin yumurtalığında birdən çox yumurtacıq ola bilməz. Bu da yanlışdır. Çox toxumlu meyvəyə malik bitkilərin dişicinin yumurtalığında
çoxlu yumurtacıq olur. Yumurtacığın örtük hissəsindən toxum qabığı inkişaf edir. Bu fikir doğrudur. Yumurtacıqdan toxum, onun örtük hissəsindən toxum qabığı əmələ gəlir. Düzgün cavab A bəndidir. Çiçəkli bitkilərdə hansı kök sistemləri olur? Bitkinin bütün köklərinin cəmi onun kök sistemini təşkil edir. Çiçəkli bitkilərdə mil və saçaqlı kök sistemləri olur. Düzgün cavab D bəndi. Verilmiş şəkil aiddir. Şəkildə eyni bir çiçəyin erkəkciyinin tozluğundan ayrılan tozcuğun həmin çiçəyin dişicik ağaclığına düşməsi təsvir olunmuşdur. Bu öz-özünə tozlanmadır. Düzgün cavab B bəndi. Orqanizmin cinsiyyətli çoxalmasında iştirak edən dişi qamet. Qamet cinsiyyət hüceyrəsidir. Dişi orqanizminin qametləri yumurta hüceyra adlanır. Düzgün cavab C bəndidir. Generativ orqanları seçin. Çiçəkli bitkilərin orqanları funksiyalarına görə vegetativ və generativ orqanlara ayrılır. Generativ orqanlara meyvə, toxum, çiçək, vegetativ orqanlara kök, gövdə və yarpaq aiddir. Düzgün cavab A bəndidir.